və ən əsası bugünün qəhrəmanı olan əziz məzunlarımız. Sizi Göygöl Peşə Məktəbinin məzun günü münasibətilə ürəkdən salamlayıram. Bugün sadəcə bir tədris ilinin və ya bir mərhələnin sonu deyil, bugün zəhmətin, əzmkarlığın, səbrin və inkişaf yolunda atılmış addımların təntənəsidir. Bu gün hər birimizin həyatında yeni bir səhifənin açıldığı xüsusi və yadda qalan gündür. Peşə təhsili cəmiyyətin inkişafında mühüm strateji rol oynayır. Müasir dövrdə iqtisadi inkişafın əsas prioritetlərindən biridir. Siz burada yalnız nəzəri bilik əldə etmədiniz, eyni zamanda praktiki biliklər də əldə etdiniz. Bu peşə etikası, məsuliyyət hissi və komanda ruhu qazandınız. Əziz məzunlarımız, unutmayın ki, diplom sadəcə bir sənət deyil. O, sizin əzminizin, zəhmətinizin və qazandığınız biliklərin rəmzidir. Əsl uğur isə diplom aldıqdan sonra başlayır. Qazandığınız bilik və bacarıqları həyatda necə tətbiq etməyinizlə ölçülür. Həyat yolunuzda qarşınızda müxtəlif çətinliklər çıxacaq. Lakin inanıram ki, burada qazandığınız bilik, təcrübə və formalaşdırdığınız xarakter sizə hər bir maniyəni aşmağa kömək edəcək. Hər zaman öyrənməyə açıq olun, yeniliklərdən çəkinməyin və öz üzərinizdə işləyin. Bugünkü uğurumuzda böyük əməyi olan müəllimlərimizə xüsusi təşəkkürümü bildirirəm. Onlar yalnız dərs keçmədilər, eyni zamanda sizə yol göstərdilər, motivasiya verdilər və peşəkar formalaşmamızda dəstək oldular.